Allah Teala Quran-ı ki, "Vettaqullah ve yuallimukumullah." Allah'tan qorxun ki, Allah sizi öğretsin. Və sən yoxsa burada təqvadan danışırsan, Allah qorusun ki, sən insanlar içərisində Allahdan qorxmaqdan danışsan, elə ki, insanlardan aralandın, qapı örtüldü, subhanallah, əsl sifət ortaya çıxdı. Allah belə insanı müvəffəq edər, qardaş. Bu din Allah Rasulunun mirasıdır, qardaş. Bilirsiniz də, o ailədə miras sahibi olmaq istəyən bir-birlərinə hətta qanını tökürlər. Nədir? Dünyada qoyub gedəcəkləri şeydən ötürü, ləzzətlərdən ötürü bir-birinin qanını tökürlər. Və Allah Rasulunun mirası nədir? Hədisdə necə gəlir? Peyğəmbərlərin nə dinar, nə dirhəm mirasları olmaz. Onların mirasları nədir? Elmdir. Sən namizəd eləmisən özünü ki, mən Allah Rasulunun mirasçısı olacağam. Yəni bu elmi çiynimdə daşıyacağam. Allah sənin səbəbi ilə ümmətə fayda verəcək. Və necə olsun ki, Allah sənə o mirası, o əziz mirası, o şərəfli mirası necə yerinə yetirsin ki, sən Allaha hasil olursun. Subhanallah.